Allah Teala İsa surasının 36. ayasında buyurdu ki: Ey insanlar, Allah'a ibadet edin ve ona heç bir şeyi şərik qoşmayın. Ata-anaya, qohum-əqrabaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qohuma, yaxın yoldaşla sayr dosta, pulu qutarıb yolda qalan müsafirə, yolculara əlinizin altında olan və sahib olduğunuz qul kənizlərə yaxşılıq edin. Həqiqətən Allah özünü bəyənənləri, yolvalıq edənləri sevməz. Ayə-i şərifədən məlum oldu ki, Allah birinci buyurdu ki, Allaha ibadət edin. İkinci buyurdu ki, ata-anaya yaxşılıq edin. Üçüncü, yetimlərə, qohum-əqrabaya, yoxsullara, yaxın və uzaq, qonum-qonşuya, yoldaşınıza, dostlarınıza, pulu qutarıb yolda qalan misafirlərə, xüsusən əlinizin altında işləyən işçilərinizə yaxşılıq edin. Allah, həqiqətən Allah özünü bəyənənləri və yolvalıq edənləri sevməz. Bu ayədən məlum olur ki, Allah insanları daimi yaxşılıq etməyə dəvət edir. Bütün mümin, müsəlman gərək həmişə çalışsınlar, yaxşılıq etsinlər, ihsan etsinlər. Amma adət-ənənələrə görə ən çox bu söylədiklərim biz insanlar yalnız və yalnız bayram günləri edirik. Xüsusən Fitr bayramında, eyni zamanda Qurban bayramında bu yaxşılıqlar, bu ehtiramlar, qonum-qonşu, kasıblara, yoxsullara əl tutulur. Eyni zamanda ən gözəl adət-ənənə Novruz bayramında olur. Novruz bayramında olan gözəl ənənələr İslamda bəyənilmiş əməllərdən hesab olunur. Müəllif bin Huneys adlı şəxs İmam Sadiq əleyhissalamdan nəql edir. Buyurdu ki, buyurur, Həzrət nənə buyurdu: İzə kana yevmun Nevruz təxtəsil vəlbəs əntəbə siyabikə və tətəyyəb bi ətyəbi teyyib. Həzrət Sadiq əleyhissalam buyurdu ki, zaman ki Novruz oldu, Novruz bayramı oldu, bədənini yuh, qüsul et və pak, təmiz libas giyin, özünü gözəl ətirlərlə ətirləndir və o günü çalış, oruç tut. İmam Sadiq əleyhissalamın dediklərindən məlum olur ki, Novruz günü insan çalışsın, qüsul etsin, gözəl libasları giysin, gözəl ətirlənsin və o günü ibadət eləsin, oruç tutsun. Daam-ı İslam kitabında nəql olur ki, Novruz günü bir şəxs Əmir-i Möminin əleyhissalama bir hədiyyə verdi. Həzrət buyurdu ki, Mahaza qalik yavman Neyruzin qal fəneyruzu inqədərtum kullə yevmin yəni təxadav və təvasalı fillah. Buyurdu ki, Novruz günü, Əmir-i Möminin əleyhissalama bir hədiyyə verdi. Həzrət buyurdu ki, Mahaza qalik yavman Neyruzin qal fəneyruzu inqədərtum kullə yevmin yəni təxadav və təvasalı fillah. Buyurdu ki, Novruz günü
Bu şəxs Həzrət Əli əleyhissalama hədiyyə verdi. Həzrət Əli əleyhissalam soruşdu ki, bu nədir? Şəxs buyurdu ki, yəni bugün Novruz bayramıdır. Ona görə bunu sənə hədiyyə edirəm. Əli əleyhissalam buyurdu ki, əgər edə bilsəniz, hər günü Novruz edin. Yəni Allah yolunda bir-birinizə hədiyyə verin. Bir-birinizi yoxlayın. Bu gözəl adət-ənənədir. Hər əsrdə, hər dövrün özünün bayramları olur, şad günləri olur. İnsanlar həmən günü bayram ediblər. Amma müsəlman üçün ən gözəl şad günü odur, ən gözəl bayram günü odur ki, o müsəlman Allahı özündən razı edə bilsin. Əgər bayramdır, insanlar bayram süfrəsində hər hansı Allahın xoşuna gəlməyən, Allahın nəhy etdiyi əməlləri yerinə yetirirsə, bu bayramın rəhmiyyəti olmaz. Yəni, o bayram gözəl, müsəlmanlar üçün gözəl bayramdır ki, o gün o müsəlmandan günah baş verməyir. Əməli ilə Allahı özündən razı edə bilər. Əli əleyhissalam Nəhl-i Bəlağada buyurur ki, Kullu yevmin la yəsəllah fihi fəhuvə yevmid. Əgər o günkü gündə Allahın əmrini pozmamışıqsa, Allaha qarşı günah, məsiyyət etməmişiksə, o gün bizim bayramımızdır. Əli əleyhissalam ki, əgər müsəlman o günü günah etməyib, Allahın əmrini pozmayıb, o gün məsiyyət etməyibsə, o gün bizim bayramımızdır. İmam Sadiq əleyhissalam yenə Müəllaq-ı Xuneysə buyurdu, Novruz Allah Taala'nın bəndələrindən ona ibadət etməyi və heç nəyi ona şərik qoşmayacaqını, elçilərinə, yəni peyğəmbərlərə, höccətlərinə, imamlara və dostlarına iman gətirəcəklərini vədə aldığı gündür. Yəni, Novruz elə bir gündür ki, Allah yaratdığı insanlardan o gündə vədə alıb ki, o insanlar heç bir günah etməsin, Allaha ibadət etsin, Allahın göndərdiyi elçilərə, imamlara